Aziz izləyicilərim, ilk öncə bu İran-İsrail savaşı, ABD savaşında Trump'ın təkliklə vurğuladığı biz NATO'dan çıxmaq konusu sözü bu işte elə belə deyil. Trump kimlərsə deyir ki, Amerika bu savaşı hesablamadı, bu savaşa hesabsız girdi və gözlənilmədən bu baş verdi. Bunlar bu gücü hesablamamışdı. Bunu hesaplamışdılar və bilərəkdən bunu etdilər. Pentagonun beyin mərkəzləri bunu çoxdan hesablamışdı. Çinin də dəstək eləməyini, Rusiyanın da hardansa dəstək eləməyini bunları hesablamışdılar. Ancaq sadəcə olaraq o dediyim güclər ki var, arxa cəbhədə, kölgədə duranlar, həmin o globalistlər və küresəlçilər, bunlar Hürmüz boğazını İranın əlinlə boğmaqları və NATO'nu yardıma çağırmağı və onların da gəlməməsini birbaşa Trump, yəni Amerika Birləşmiş Devletləri, Pentagon daha doğrusu, Pentagon generalları bütün dünyaya başa saldı ki, Avropanın nəfəsi Hürmüz boğazından kəsərik. O sualtı gedən fiber optik kabloları da zədə dəysəydi, bütün Avropa, Türkiyə, Orta Doğu, Çinə kimi bütün bank hesabları, devletler arasında alışverişler zaten ne varsa da hamısı pozulup büyük bir kaos yaranabilirdi. Sadece olarak bunu bilerekten ettiler. Bu Hürmüz boğazının meselesinde. Ona göre bu günləri bu bütün savaşı aparan CENTCOM'un komandiri Cooper'di. Bütün bu İran savaşını aparan. Əsas Cooper'in sözüydü. Bu İran üzerinde aparılan savaşın ve bu gün ətrafını yenə də təzələnən kuşatmaqları, orada bunlar Hürmüz boğazını bilərəkdən İranın əlindən sıxdırdılar və yenidən öz işlərini də görəcəklər. Çin İranın 90% petrolunu alandır və bu günləri İranı masaya otuzduraraq, İslamabadda savaşı durduraraq, bundan da sonra biraz ucuz qiymətə də daha doğrusu alacaqdır Çin. Göstərdiyi, həm də savaşda göstərdiyi dəstəyə görə, Rıza bəyin dediyi o lazım olan elementləri, GPS-ləri, istihbarat bilgilərini verdiklərinə görə də biraz da ucuz öz petrolunu alacaqdır. Ancaq Trump'ın aniden bu yaxın günlərdə elan etməsi ki, NATO'dan Amerika Birləşmiş Devletləri çıxır, bunun etkisi Avropa Birliyində, Avropa NATO dövlətlərində çox İran savaşından da böyük bir dəhşətli bir hadisə baş verəcək. Amerikanın aniden baxarsınız, bu yaxın zamanlarda Trump bahanə edərək bu savaşdan özünü təmiz çıxartmaq üçün ABD elan edəcək ki, biz Hürmüz boğazını açmağa siz dəvət etdik, gəlmədiniz ki, amma siz hamınız bu gündəsiniz. Yani petrol, fiyatlar, benzin, her bir şey kalkır, qiymətlər qalxır. Siz bizə dəstək etmədiyiniz üçün biz artıq NATO'dan çıxırıq. ABD'nin NATO'dan çıxmaqdan sonra Avropa Birliği dediğimiz o birliğin başında duranların hansı təhlükələrlə, Rusya qorxusu burada, Çin təhlükəsi orada, digər təhlükəsi və qarşıda gələcəkdə yeni dünya düzənində ittifaqların yaranması. Burada məsələn bu günlər Türkiyəmiz Saudiya və Pakistan ittifaqı yaranması, buradan Türk Dövlətlər Təşkilatının sözdə hələ ki kağız üstündə bir hərəkət etmədən boş-boş yaranması, mən bunu demək istəyirəm. Çinin Rusiya ilə dərin ittifaqa getməsi qarşıda, Yaponiya və Avstraliya bölgəsində tam başqa bir ittifaqa getməsi 4-5 bloklar əmələ gəlir burada. Yəni ittifaqlar əmələ gəlir. Mən ona görə dəfələrlə hər çıxışlarımda, yazılarımda dəfə edirəm. Biz özümüz birinci fikirləşməliyik. Birinci Türklər özümüzü fikirləşməliyik. Bir günləri İslam Birliği dediğimiz birliğe, daha doğru Türkiyəmizin enerji işlətməsi 20 ildir. Onu Türk dünyasına işlətsəydilər və Türklərimiz bu günləri birləşərək bir ordu, bir ittifak yaratsaydı, necə ki Türkiyənin Azərbaycan arasında olan strateji əməkdaşlıq, hərbi əməkdaşlıq və yaxud da Şuşa bəyannaməsi kimi olsaydı, bütün Türk dövlətləri bunu eləyə bilsəydik, biz bu günə ən güclü bir güclərdən biri olardıq. Lakin bu gücü istəyən tək bir güc var. Dünya para baronlarının, Çinin arkasında duran güc Anglo-Saksonlardır. Önceden dediğim gibi. Ona göre biz ziyalılarımız, alimlərimiz, türkçülərimiz yığışaraq özümüz danışırıq. Simfozyumlarda, gecələrdə, qurultaylarda. Bunu biz anladık. Ama halk anlayır mı? Milletimiz, vatandaşımız anlayır mı? İstəyir güneyində, istəyir şimalında, istəyir Türkiyəsində, istəyir Türk dünyasında. Kim anlayır? Milli məfkurə, milli düşüncə olmayan yerdə nə birlik olabilir, nə bir ələ vurmaq olabilir. Mən sizə öz başıma gələn bir hadisəni danışacağım, kısa danışacağım. Almanya'da iş görürdük. Ukraynalı millətçilərlə bir tək mən idim Türk. Ev kirələmək istədik. Qadına dedik ki, sən gələdik,
Təcrübəsi soruşdu, dedi 300 euro ev verdik. Baxın, diqqətlə mən nəyə çatdırıram? Bütün izləyicilərim eşitsin. Mənim fikirləşdiyim dərdim nədir? Mənim hədəfim nədir? Bax, bunu deyirəm. Alman xanım dedi ki 300 euro. Biz yarın gəldik 300 euro verək. Alman xanım dedi ki evi verdik. Hamımız avtomatik soruşduq ki, necə yəni bizə söz vermişsiniz axı. Deyir, sizdən öncə gəldi, ona verdik. Biz anidən fikirləşdik, gəldim, baha verdi para. 350 euro verdi, 400 euro verdi. Soruşduq, kaç para verdin? Dedi 200 para, 200 euro. Dedi, bu dalım ol, biz 300 euro. Dedi, o gələn istəyənlər məndən Alman milləti idi. Mən öz millətimə çöldə qoyub sizə verə bilməzdim onu. 200 euro verdim, eybi yox, mən ziyan edərəm 100 euro. İndi baxın, bizdə, Azərbaycanda 300 manata ev verir. Türkiyədən gələn dostlarımın oğullarıdır. Gedirəm, mən danışıram ki, evin kirasını biraz aşağı tələbədilər, dostlarımın oğullarıdır Türkiyədən. Bir millətik. Fərqi yoxdur. Deyir, yox, vermirəm. 300, düşmür. Böyürdən bir Rus çıxıb 350 manat verirsə də, hətta 20 manat. Onu həmən verəcək, mən qalacam çöldə. Mən Türk qalacam çöldə, öz milləti. Türkiyədə, Antalya'da 500 euro ev verir, 500 dollara. Gəlirsən ki, 450 euro var, ya 400-500 euro var, yaxşı. Böyürdən bir Rus çıxıb Antalya'da həmin Türkiyə ev kirasına 550 dollar verən kim verirlər ona. O düşünmürlər ki, mən öz millətimi o 50 dollara satıram, xəyanət edirəm. Bax, bu məfkura, bu düşüncə hər kəsdə olmalıdır. Heç olmasa 50% millətdə olmalıdır. Ona görə Türk birliyi birləşə bilmir. Ona görə Yasemin xanım dediyi kimi İranda olan Türklər iki yerə bölünüb, mərkəzləşdirici, qaçıcı, olsu, busu. Ona görə Türkiyəmizdə Türk milli düşüncələrimizi və yaxud da Türk dünyasında milli düşüncələri bir yerə yığa bilmirik. Biz bir dənə ideologiya, bir dənə kodeks qoymalıyıq ki, İrandakı Türklərdə, Batı Trakya'dakı Türklərdə, Doğu Türkistan'dakı Türklərdə, bütün Türk dünyasında, Irak'ta da, Kərkükdə də, hər yerdə, nerede var, hamısı o ideologiyayla uşaqlarımızı evdə, uşaq vaxtından o ideologiyayla böyütməliyik, o kodeksdən böyütməliyik. Biz Turan Birliyini, Türkçüləri belə eləməliyik. Biz gənclərin qarşısında, institutlarda, universitetlərdə leksiyalar oxumalıyıq. Alimlərimiz, ziyalılarımız, düşüncə, fikir adamı. Biz bunları etməsək, bu birliyə gəlmək, bilirsiniz, 200 il biz Azərbaycan Türkləri Rusların işğalında olmuşuq. Birdən-birə siz deyirsiniz ki, 10 ilə, 20 ilə, 5 ilə bir milli məfkura mı yaradaq? Hələ də mənim Azərbaycanlı Xomeyni rəhbər deyənlər var. Tanıdığım dostlarım var. Mən bunları başa salmağı bilmirəm. Ayətullah sözü nədir, hardan gəlibdir, nə rəhbər, bunlar kimlər qurub, İsraillə, Massadla, CIA-lə, kim nətər gətirib, Xomeynini kim nətər. Mən bunları anlada bilmirəm. Yəni, Türk dünyasına deyilsizsə də, Türkiyəmiz başda olmaqla yeni dünya üzərində nükleer silaha sahib olmaq şərti ilə və daşın altına hər bir Türk dövləti əlini qoymaqla, gücümüzü gücləndirməklə Türk dünyasını əlini masaya vuran bir liderlə Türk ideologiyasını, konsepsiyasını yazıb bütün məktəblərdə, Türk dövlətlərinin təşkilatında olan məktəblərdə, universitetlərdə bu ideologiyayla irəli getmək lazımdır. Əgər bir ideologiya yoxdursa da, bir düşüncə yoxdursa da, ömrü boyu hara bir tərəfə çəkəcəkdir. Bu mənim bu dediyim Türk dünyasına aiddir. O ki qaldı, üzərimizə gələn yeni dünya üzərində təhlükələrə, Kipris haqqında mən hər yazımda yazmışam. Bu günləri oxuyuram, İraqda baş naziri də gənə Kürt millətindən qoydular. Onların da Bərzaninin dəstəyi ilə gəldi, orada oldular. Bu gələcəkdə orada olan Kərkükümüzü ən böyük təhlükələri atmaqdan biridir. Çünki Kərkük petrolunu İraqdakı Kürt millətçiləri, yəni Bərzanilərin əlindən, PJK-nın əlindən ora etərlər. O ki qaldı İran, Amerikanın PJK, PKK-ya göndərdiyi silahların İranda iç savaş çıxartmaq üçün içəridə olan ixtisasçılara və aşırı Kürt millətçilərinə orada vermək istəyirdilər. Onun qarşısını alan, bunu da haqqını demək lazımdır. Yaqin Rıza bəy bilər. Türk istihbaratı İbrahim Kalın'ın etdiyi əməliyyatlarla o silahı aldılar, amma Bərzani geri götürmədi, verə bilmədilər. Evet, toparlayalım Behruz Bey. Kısa eləyərəm mən burada. Baxın, qarşıda Bakıdan nə təhlükə olsun, nə təhlükə olsun. Bizim millətlərin, Türklərin milli düşüncə və məfkurəsini saxlamaq üçün, bir olmaq üçün bir ideologiya yaratmalıyıq və Türk dünyası nəyin bahasına olsun, Türkiyəmiz başda olmaqla Pakistan da buna qataraq nükleer silaha sahib olmalıyıq. Çünkü yeni dünya üzerinde gücü olanlarındır.
Yəni nükleer silah bizim hamımızın təhlükəsizliyimizdir. Başqa yolumuz yoxdur. Başa düşürsünüzmü? Mən bunu demək istəyirəm. O ki qaldı hər bir Türk dövlətində olan sosial durumlar hər kəsin gözünün qabağındadır. Bu haqda hər gün deyirlər, eyni sözlər də təcrid. Dəyişən də heç bir şey yox. Bunu hamısı dəyişmək üçün insanlarımızda milli düşüncə, milli məfkurə, o vətən, millət ideologiyasını düzgün yeritməli. O da bizim ziyalıların üzərinə düşür. Düşüncə adamlarının üzərinə düşür. Hansı birimiz məktəblərdə, institutlarda, tələbələrin qarşısında, böyük auditoriyalarda bu haqda danışırıq. Heç birimiz. Yığıla bilərik. Türkçülük qurultayı. Hamısı alimlərdir. Əlbəttə ki, biz özümüz başa düşürük nə deyirik. Bunu sıravi vətəndaşımıza başa salmaq lazımdır. Mən Göygöldə Türkçülük, bu Türk millətləri xalqının yığıncağında İrandan ya Qaşqar türklərinə da deyirəm farsların ağzını bir sabah çıracı, darıxmayın belə. Qorxusu da dinlənmir. Səsi çıxmır qorxusundan. Mən deyirəm nələrsə deyir Qaşqar türkə bağırma basıram Göygöldə Türk festivalında. Deyirəm farsların darıxmayın ağzını çıracı, siz də hamımız bir olacaq bir. Qorxusundan səsi çıxmadı vallahi. Mən buna nətər Türkçülükdən danışım. Və yaxud da ki digərlərlə. Türkiyədə bəzisinə Türk deyirəm. Deyirəm ki Turancı deyir. Bir Turan nədir? Onun kimi Azərbaycanda hələ Fars düşüncəsində olan, Fars ideologiyasında, Şia məzhəbində olan insanlarımız o qədərdir ki, onun kimi də Rus. Biz bunların içində mücadilə edirik. Bunlar da gələcək nəslə ötürmək üçün bizim üzərimizə yük düşür. Biz böyük auditoriyalarda gecələr danışıb, bunları toplamalıyıq, bunların qarşısında çıxış eləməliyik. Bilirsiniz, Bəyəklər Əkbər bəy dediyi kimi qarışqanın tərəfini göstərməlidir. Bir damcı su aparmalıdır. Nemrut qalib gəlməz. Amma qarışqanın Allahı qalib gələr. Bizim işimiz budur. Və son olaraq bütün izləyicilərimə, bütün Türk millətə, Türk xalqıma deyirəm. Heç vaxt ruhdan düşmək yoxdur. Sonuna ki mücadilə edəcəyik. Əgər bu yolda Allah Taala yaradan bizə yürü deyibsə də, yolumuza tikan da düşsələr Gülüstan olacaq. Bu yolda mücadilə edən hər bir kəsə salam olsun. Dünyanın arasında var. Ona görə dövlətlərimiz tək öz çıxarlarını yox, sınırları kənarında olan Türk dövlətlərinin, qardaşlarının birləşməsini, bir güc olmasını, buna Pakistanımızın da qatmasını, bir ordunun yaranmasını, bir ideologiyanın yaranmasını etmək. Biz bir ideologiya yaradıb Türk Dövlətlər Təşkilatında bunu dövlətə təsdiq eləməsək və dövlət də bunu imzalamasa, bütün Türk dövlətlərində bu olmasa, bunu heç bir şey edə bilməyəcəyik biz.